Salam hörmətli izləyicilər. Bir xatalı yol aracından danışmaq istəyirəm. Bu Təbriz küçəsidir. Kəşkən yolu bilmirəm, amma ki sol əlimizdə Kəşkən yoldan sonra metropark yerləşir. Bax bu kəsişmədə çox xatalıdır. Ehtiyatlı olun. Bizə baş yoldur bu dəqiqə. Amma özünüz görəcəksiniz ki, bax qabağımızı maşın kəsir. İkinci dərəcəli yoldan. Ondan başqa deməli maşınlar dönürlər. Elə ki, belə də olmalıdır. Yəni, vəziyyət ağırdır. Bu yolda əlbəttə ki, svetofor olsaydı, yaxşı olardı. Hansı qurum buna baxır, bu dəqiqə bilmirəm ki, qurumlarda dəyişir, funksiyalar dəyişir. Amma hansı qurum baxırsa, çox xahiş edirəm, sürücülər adından, Nərimanov rayonundakı sürücülər adından, şəhər sürücüləri adından bu yol ayrıcıdan bir dənə svetofor qoyun. Bu svetofor qoyulmazsa çox çətin olacaq. Bu yolda monitoring aparsaz, saat 11-dən 12-dən sonra bütün gün ərzində çox acınacaqlı vəziyyətdir. Yəni qəza şəraiti yaranır. Çox xahiş edirəm ki, bura bir svetofor qoyasınız. Diqqətinizə görə çox sağ olun.